Salam, mən Şəhid İbrahimov Mübariz Ağakərimoğlu. 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliyabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışam. Sizlərə döyüş yolumu danışmaq istəyirəm. Canım, atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. 18 iyun 2010-cu ildə saat 23:30 radələrində məktub yazaraq xidmət etdiyim bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başladım. Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan silahlı qüvvələrinin zastavasına basqın edərək, burada 5 saat döyüşərək, səhər saatlarında şəhid oldum. Baş tutan döyüş zamanı ən azı 4, ən çoxu isə 140 nəfər erməni əskərini öldürdüm.